Sizdə heç belə olur, iş günü bitib, fiziki olaraq evdəsiz, amma ruhunuz və zehniniz hələ də işdədir. O meylə nə cavab yazmalıydım və yaxud da yazacağam, təqdimat necə olacaq, bugün rəhbərliyin üz mimikası niyə elə idi və s. Bu kimi fikirlərlə fiziki şəkildə evdə olsanız da, zehni şəkildə hələ də işdəsiz. Bunun səbəbi bilirsiniz nədir? Beyin hələ də stres hormonları ilə ilişib qalıb və sizi təhlükədən qorumaq üçün hazır oldadır, döyüş modundadır. Adətən bunun fərqinə varmaq üçün hansı vəziyyətdə evə gəlirsiniz? Hər dəfə evə çatanda qapıdan içəri girməmiş özünüzə bu sualı verin. Bu gün evə neçə faiz enerji ilə gəlirəm? 20%, 50%, yoxsa 0%? Əgər siz işdən sonra əsəbi, stresli, gərgin, yorğun, tükənmiş halda evə gəlirsinizsə, sizin iş gününü idarə etmə sisteminiz işləmir və bunu tənzimləmək lazımdır. Tənzimləyə bilmək üçünsə öncə ölçmək lazımdır. Mən hansı vəziyyətdəyəm? Məhz bunu ölçmək üçün sizə 4 sualdan ibarət 40 ballıq bir stres termometri təqdim edirəm. Bu nə işə yarayır? Biz hər gün özümüzə bu 4 sualı veririk və 0-10 arası balla bu sualları qiymətləndiririk. Birincisi nədir? Bugün enerjimi necə qorudum? Ola bilər müəyyən xoşagəlməz hadisə baş verə bilər, konflikt baş verər və s. və axır. Mən burada enerjimi necə qorudum, neynədim? 0-10 arası bunu qiymətləndirirsiniz. İkincisi, stres zamanı nə etdim? Stres zamanı, məsələn, gərgin bir vəziyyətdir, tez bir tapşırıq çatdırılmalıdır və s. Hərə bir tərəfə qaçanda mən də o qaçanların içindəydim, yoxsa təmkinli şəkildə işi icra edirdim? Üçüncüsü, işimi evimə gətirdimmi? Yəni, bayaq dediyimiz məsələ. Hələ də 6-dan sonra da iş evdədirmi, sizlə birlikdədirmi? Və dördüncüsü, gün ərzində neçə dəfə özümü kontrol edə bildim? Məsələn, elə məsələlər olur ki, biz insan emosiyalarının kontrolunu itirə bilir. Siz neçə dəfə bu kontrolu saxlaya bildiniz? Və hər birini 0-10 arası balla qiymətləndirirsiniz. Yəni, enerjimi deyək ki, maksimum qorudumsa 10 bal, stres zamanı özümü yaxşı idarə elədimsə 10 bal, işimi evimə gətirmədimsə 10 bal və yaxud gün ərzində yüksək şəkildə kontrollarımı idarə edimsə, maksimum idealdırsa 10 və yaxud həmin 10-dan 0-a doğru düşə bilərsiniz. Əgər ortalama günlük balınız 28-dən azdırsa, sizin sisteminiz davamlı yenilənməlidir. Ta ki, bunu 40-a çatdırana qədər. Təbii ki, 40 olmaya da bilər, amma ən azı hər dəfəsində bu balı yüksəldərək siz həm stressdən özünüzü qorumuş olursunuz, həmçində işi işdə buraxmağı bacara bilirsiniz. Ümidvaram bu stres termometri sizə faydalı alətlərdən biri olar. Salamat qalın.